İnsanlar deyir ki, aptekdə satılan dərmanlar təbaşirdir, heç bir təsiri yoxdur. Bəs generik dərmanlar həqiqətən keyfiyyətsizdirmi? Bu sual uzun illərdir tibb elmində və səhiyyə iqtisadiyyatında mübahisəli məsələlərdən biridir. Xeyr, mütləq mənada keyfiyyətsiz deyil, amma iqtisadiyyat işin içinə girəndə məsələ biraz dəyişir. Gəlin izah edim. Ümumiyyətlə generik dərman nədir? Deməli bir şirkət dərman istehsal eləyir və ona 20 illik patent hüququ alır. Çünki həmin dərmanı ərsəyə gətirənə qədər həmin şirkət milyardlarla dollar tədqiqata, həmin dərmanın inkişaf elətdirilməsinə və başqa texniki xərclərə vəsait sərf eləyib və aydındır ki, bunu çıxartmaq lazımdır. Buna görə də 20 illik patent hüququndan istifadə edərək bazarda bu dərmanı tək satır və istədiyi qiymətdə qoya bilir. Amma 20 il bitəndən sonra nə olur? Patent bitdikdən sonra digər şirkətlər əsas formul qalmaq şərti ilə köməkçi formulları dəyişdirərək dərman istehsal eləyirlər və buna generik dərman deyilir. Bəs niyə ucuzdur? Bayaq izah elədiyim kimi orijinal dərmanın keçdiyi prosedurları keçmir və sadəcə o istehsal xərci çəkir. Buna görə də 80-90% generik dərmanlar daha ucuzdur. Bəs generik dərmanların keyfiyyətsizdir imici hardan yaranır? Köməkçi maddələr fərqli ola bilər. Səhiyyə iqtisadiyyatında bioekvivalentlik adlanan bir maddə var. Dərmanın tərkibindəki həmin maddə eyni qalmaq şərti ilə köməkçi maddələr dəyişdirilə bilir və bəzən də bu köməkçi maddələr daha aşağı keyfiyyətli xam maldan hazırlandığı üçün dərmanın bədəndə sorulması, onun həll olması daha aşağı keyfiyyətli olur və buna görə də daha az təsir eləyir və ya da daha uzun müddətdə təsir eləyir. Digər səbəb kimi istehsal standartları fərqli ola bilər. Yəni buna GMP deyirlər. Good Manufacturing Practice adlanır. Almaniyanın hər hansısa bir zavodunda istehsal olunan dərmanla digər inkişaf eləməkdə olan ölkələrin zavodunda hazırlanan dərmanın təmizliyi və dəqiqliyi arasında fərqlər mümkündür. Azərbaycan reallığında generik probleminə baxaq. Deməli, Azərbaycan dövləti referans qiyməti çox aşağı saxladığı üçün keyfiyyətli generiklər bazardan çıxır və yerini daha ucuz generik dərmanlar tutur. Hansı ki, həmin qiymətə uyğunlaşmaq üçün daha ucuz xam maldan istifadə edən zavodlar qalır bazarda. Biz yəni ucuzunu almış oluruq. Yəni əslində problem dərmanın generik olmasında yox, bizim iqtisadi seçimimizdədir. Dünyadakı generik dərmanların vəziyyəti nə yerdədir ona baxaq. Amerika dünyada generiklərin istifadə olunduğu ən böyük bazara sahibdir. Amerikada Qida və Dərman Administrasiyasının son hesabatlarına görə Amerikada yazılan reseptlərin 80%-dən çoxu generik dərmanlar olub. Bu generiklərin istifadəsi Amerika səhiyyəsinə hər il təxminən 300-350 milyard dollarlıq qənaət etməyə imkan verir. Avropada rəqəmlər ölkədən ölkəyə dəyişsə də ümumi trend eynidir. Beynəlxalq Generik və Biosimilar Dərmanlar Assosiasiyasının son